Salam, xoş gördük hər birinizi. 27 aprel 9-cu illərin buraxılış imtahanında düşən mətnlərdən birinin izahına baxırıq. Demək, birinci mətnimiz EYAZ mətnidir. Mətni belə yaxınlaşdırıram. Mətni yaxınlaşdırmaqda məqsəd odur ki, bax, buradan bura qədər görürsünüz, yəqin ki, düşür. Videonu dayandırıb özünüz oxuyun. Tamam, mətni bir də oxumayacağım, birbaşa suallar işləyirik. Birinci sualdan baxaq. Demək, yazıb ki, mətndəki əsas fikrə uyğundur. Mətndəki söhbətdən belə gedir ki, Eyaz adlı sərkərdəsi var Sultan Mahmudun. O, fərasətli, bacarıqlı bir sərkərdə olduğuna görə ona artıq əmək haqqı verir. Deməli, burada olur işi ver, iş bilənə, bir də çörəyi ver, çörəkçiyə birində üstəlik. Deməli, düzgün cavabımız nə olacaq? Düzgün cavabımız olacaq 1-3. Yəni, C variant. 38-də yazıb ki, üzərində rəqəm yazılmış ifadələrlə bağlı doğru fikirləri müəyyən edin. Üzərində rəqəm yazılmış sözlər. Bir var hünərli, sonra rəqəm yazılmış sözlər. 2-də var hörmətlə, 3-də var öyrəndim, 4-də var ağzı açıla qalmaq, 5-də də var üzünü çevirib deyir. Yaxşı, indi sözlərimizi gördük. Mərifətli ilə əvəz edilsə, hünərli ilə mərifətli nə əvəz edəcək? Bu getdi. Ehtimala məcazi mənada qarşılığıdır. Ehtimal məcazi mənada deyil. Peşə öyrənmək ifadəsində, mətndəki mənasında, peşə öyrənmək ifadəsində mətndəki mənasında işlənmişdir. Neçəni deyir? 3-ü deyir. Demək, öyrənmək, məlumat öyrənmək, peşə öyrənmək deyil. Bu da getdi. Heyrətlənmək 4-də, ağzı açıla qalmaq heyrətlənməkdir. 4 düzdür. 5-də də yazıb ki, üz döndərmək. O da yazıb, frazoloji birləşməsi ilə əvəz edilə bilməz. Üzünü çevirib getməklə üz döndərməyin heç bir əlaqəsi yoxdur. Əvəz edilə bilməz, düzgündür. Demək, düzgün cavablarımız oldu 4 və 5 şərtdadır A variant. Mətndə tünd qara hərflərlə verilmiş fikirlərin hansı deyimlə qüvvətləndirmək olar? Tünd qara hərflərlə bax buradır. Yazıb ki, indi Eyaza niyə 30 nəfərin əmək haqqını barədə ödəniş verdiyimi anladınızmı? Görürsünüz, bu belə onun bacarığı qarşısında azdır. Deməli, deyərik, hər kəs öz əməlinin meyvəsini dərər. Yəni, bu üstün cəhətlərinə görə onu qazanır. 40-da deyir, mətndə nöqtələrin yerinə hansı ifadə atırılsa məzmuna və Eyazın xarakterinə uyğun olar. Nöqtələr hardadır? Deyir ki, Sultanım, siz digər sərkərdələrə tapşırıq verməz, nə ilə maraqlandığınızı təxmin etdim. Düzgün cavabımız budur. Mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin. Burada yazıb ki, giriş hissədən əsas obrazın xarakteri ilə bağlı qənaətə gəlmək mümkündür. Baxın, giriş hissəyə yazıb ki, Sultan Mahmud Eyaz adlı dərrakəli, dürüst bir sərkərdəsi vardı. Onun xətrini çox istəyir, bütün sərkərlərdən daha artıq ona haqq ödəyirdi. Demək, biz artıq girişdən elə təqribən bilirik ki, deməli, qənaətə gəlirik ki, bu Eyaz necə sərkərdədir? Düzgün cavab elə B-dir. Mətnə görə Eyazı başqa sərkərlərdən fərqləndirən xüsusiyyətdir. Fərasətli olmaq, axı onu göndərir, birbaşa gedir, hər şeyi öyrənir, gəlir. Deməli, burada hazır cavab, itaətkar, qorxazlıq, digər sərkərdələrin hazır cavab olmadığı, itaətkar olmadığı, qorxmaz olmadığı, sadəliyi haqqında söhbət getmirsə, fərasətdən söhbət gedir, cavab bu olacaq. Fikirlərdən biri mətnin giriş hissəsinə aid plan bəndi ola bilməz, giriş hissə burandır. Eyazın başqalarından fərqli xüsusiyyətləri. Bax, Sultan Mahmudun sevimli sərkərdəsi, burada yazıb ki, Eyaz adlı sərkərdəsi, dürüst bir sərkərdəsi, onun xətrini çox istəyirsə, demək, sevimlidir, düzdür. Eyazın gözəl keyfiyyətləri, deyir, dürüst, dərrakəli, bu da düzdür. Eyazın başqa sərkərdələrin üstünlüyü, deyir, hamıdan çox əmək haqqı verirdi. Eyaz artıq haqq ödəməsi, deməli, burada Eyazın başqa fərqli xüsusiyyətləri haqqında nəsə verməyib, belə cavab budur. 44-də deyir ki, mətn əslində cədvəldəki doğru fikirləri müəyyən edin. Problem. Eyazın davranışı yox, sərkərdələrin narazılığı. Problem bu idi, demək olacaq 2. Demək, problemin həllində tapılmasının səbəbi də problemin həllinin tapılmasına səbəb olur. Nə? Sultanın Eyazın zəhmətini qiymətləndirməsi yox, Sultanın sərkərdələrinə tapşırıq verməsi. Tapşırıq verdi, Eyaz onlardan yaxşı yerinə yetirdi, demək biri 4. Bir də Eyazın bacarığı getdi, yaxşı yerinə yetirdi deyə bir də bu 2, 4, 5. Düzgün cavabımız E variantı. 45-ci sualda yazıb ki, Sultan Mahmud obrazına aid 2 xarakteri xüsusiyyət. Buradan belə görürük ki, qiymət verəndir. Məsələn, yaza bilərik, əməyə qiymət verəndir. Qiymətləndirəndir, ağıllıdır, yaza bilərik. Uzaq görəndir, məsələn, uzaq görən. Öz sərkərdəsinin yaxşı olduğunu görür, uzaq görən adam da ona dəyər verir. Həm ağıllı sərkərdədir, ədalətlidir, belə şeylər yaza bilərik.
Burada yazıb mətn cədvəli boş xanalara uyğun fikirlərlə doldurun. Deməli, şagirdlərdən eşitdiyimizə görə boş xanalarda Turan deyir ki, yazmışdılar ki, birinci nə yazmışdılar Turan? Səbəb. Birinci yazmışdılar ki, sərkərdələri deməli niyə ora göndərib? Burada var imiş səbəb, sonra var imiş məqsəd, sonra da var imiş nəticə, elə deyil? Nəticə. Səbəb o idi ki, sərkərdələr ondan narazı idi, ona görə sərkərdələrin narazı olmağı. Məqsəd Eyazın nəyə görə artıq qiymət verdiyin sərkərdələrə bildirmək. Nəticədə də nə oldu? Sərkərdələr bildilər və danışanlar isə utanmış etdiklərindən peşman olmuşlar. Deməli, məqsədinə çatdı. Düzgün cavabımız bunlardan ibarət olur. İkinci mətnin də izahını tezliklə göstərəcəyik.